Dərsimize layot tabı ile devam edirik. Layot tabı dedikdə əvvəlcə ağlınıza gəlməlidir ölçü tənzimləmələri. Çünki bu sahə, belə deyək, bu tabımız sırf o sahə üçün hazırlanır. Əvvəlcə baxırıq margin, yəni kənar anlayışına. Burada sizi, belə deyək, vərəqin kənarlarının standart verilmiş ölçüləri təşkil olunur. Standart olarak istifadə edirsiniz. Zaten Word da bunu belə qəbul edir. Gördüğünüz kimi ulduzlu işarələnmiş var. Beynəlxalq sistem tərəfindən qəbul edilmiş versiyasını. Soldan 2, yuxarı aşağı və sağ tərəfdən isə 1 sm sahə saxlanılmış vərəq formatını. Normal tipi də istifadə edə bilərsiniz, standart da istifadə edə bilərsiniz. Bu ikisi demək olar ki, eyni piksel ölçüsü ilə işləyir. Digərləri isə her zaman dediğimiz gibi sizin üçündür. Yani istəsəz istifadə edə bilərsiniz. Amma əgər sənəd sadəcə sizin üçündürsə, bu ümumiyyətlə gəlin nə işə yarayır ona baxaq. Yəni ümumiyyətlə bu sahəni verməklərində məqsəd nədir? Sizin belə bir A4'ünüz var da, bizim Word'də istifadə etdiyimiz bir A4 sənədimiz var. Biz kənardan boşluq məsafə verdikdə bizim yazı sahəmiz hardasa gəldir, başlayır burada. Yəni bizim sənəddə yazdığımız yazı gəlib oradan başlayır. Bəs deyə bilərik ki, bunun nə ehtiyac var? Yəni nə üçün əlavə ediblər? Əgər ki sənədin sağından, solundan, yuxarıdan, aşağıdan məsafə olmasa, sözlərimiz başlayır burada. Yəni biz Word'də yazılarımızı yazarkən vərəqdəki məlumatlarımız başlayır sol tərəf başdan. Əgər bu sənəd tikiləcəksə, sənəd tikiləcək burada. Yəni fərz edək ki, 3 yerdən tikiş atırıq. Və yaxud da sadəcə baş tərəfdən. Əgər sənəd hardansa tikiləcəksə, biz o sahəyə yer qoymasaq, sözlərimiz 2-yə getmiş olur. Yəni əvvəldə elə bir ki, cümlənin 3 sözü, hardasa 2 sözü silinmiş olur. Həmin yer tikilir deyən normal olaraq görünmür. Aydın olduğunu düşünürəm. Daha sonra sizi vərəqin forması qarşılayır. Forması dedikdə nəyə nəzərdə tuturuq? Biz demişik ki, Word-də layihə sənəd hazırlayarkən istifadə edirik A4 formatını. Yəni doğru formatı. Word sizə deyir ki, yəni vərəqin 2 formatında istifadə edə bilərsiniz. Həm albom formatını, yəni vərəqin eyni ölçülü sənədin sağa çevrilmiş formatını, həm də doğru düz duran sahəsini. Nə üçün istifadə edə bilərsiniz? Əgər sənəd məsələn sizə yan üstə lazımdırsa, yəni çevrilmiş şəkildə lazımdırsa, yazdığınız məlumat uzunluğu çoxdursa, vərəq uzunluq ölçüsündə sizə lazımdırsa, bu kimi hallarda istifadə edə bilərsiniz. Daha sonra ölçü paneli gəlir. Ölçü paneli dedikdə söhbət vərəqin ölçüsündən gedir. Biz demişik istifadə edirik Word-də A4'dür. Çünki əlimizdəki printerlər və bizim yaratdığımız sənədlər daha çox A4'ə uyğun olur. Əgər siz əlinizdəki printer digər vərəqləri dəstəkləyirsə, sizə başqa formatlar lazımdırsa, təbii ki, istifadə edə bilərsiniz. Buradan əvvəlcədən seçməyiniz mütləqdir. Yəni sənədə girdiniz, A4'də hazırladınız, sonra vərəqi çevirdiniz, məlumatınızda işçi baş verməsi çox böyük bir ehtimaldır. Əgər şəkillər, qrafiklər falan varsa, bunların yerini dəyişdirilməsi falan normal haldır. Yəni nəzərə alsınız ki, vərəq kiçikdir, daha sonra bir anda böyür. Bu səbəbdən əvvəlcədən tənzimləməli olduğunuz məlumatı uyğun olaraq vərəq formatını seçib, daha sonra gəlib buradan seçsiniz. A3 ola bilər, A4, A5. Hansı vərəqin ki, qabağında belə deyək, şəkil yoxdur. Bu hər saat tapılmır deyim, bu ölçü standart deyil deməkdir. Şəkil çıxardılması üçündür, albom şəkli çıxardılması üçündür. Yəni növbənöv fiqurlar var. Gəldik ən diqqət yetirməli olan sahələrdən birinə. Səhifənin bölünməsi əmri. Demək olar ki, ən çox istifadə olunan sahələrdən biridir. Bu sahəyə girdikdə sizi birinci qarşılayır normal format, yəni A4'də A4'ü istədiyimiz kimi istifadə edə bilirik. Daha sonra A4'ün 2 sütuna bölünməsi, 3 sütuna bölünməsi, 2 sütuna bölünür, sol tərəfdən kiçik bir ölçü qalır və əksinə 2 sütuna bölünür, sağ tərəfdən kiçik bir sahə qalır. Ən çox istifadə olunur normal olaraq 2 və 3. Nə üçün istifadə edə bilərsiniz? Məsələn, imtahan sualları hazırlayırsınızsa, sınaq kitabçası hazırlayırsınızsa, bu kimi hallarda vərəq itkisini qarşılamaq üçün daha əlverişli olur.
Ortadan sərhədə qoyduq. Yəni vərəqi böldük iki yerə. Bu öyrədəcəyimiz qaydalar bütün üsullara aiddir. Siz məlumat yazırsınız. Sizin məlumatınız gəlib sətrin sonuna çatdıqda vərəqin sağ tərəfi, yəni bu sahə aktivləşir. Yəni siz sağ tərəfi aktivləşdirmək istəyirsə, mütləqdir ki, buradan ən azından space və yaxud da enter vasitəsilə sağ tərəfə keçəsiniz. Kursor sağ tərəfə keçdikdə artıq sağ sahə aktivləşir. Sənədi hazırladınız. Bir də gəlin bunun əsas sahələrindən biri olan belə deyək, bölmə xəttinin bərpasına baxaq. Bunun üçün gəlirsiniz columns əmrinə, yəni sütun əmrinə, more columns əmrlərini açırsınız. Baxın, line between adlı bir əmr var, yəni ayrıc xətti. Ayrıc xəttini seçib aktivləşdirirsiniz. Vərəqin mərkəzindən xətt düşür. Bunu üsulunu yadınıza saxlayın, çünki işarə ilə simvoldan qoyduqda eyni keyfiyyət ala bilməzsiniz. Başqa da burada sadəcə istəsəz seçimləri düzəldə bilərsiniz. Bursda bir sahə var, deyir 2 idi, artıra bilərik 3 və yaxud da 4-5 sahəyə. Baxın, bu sahələri oxuya bilirsiniz. Boz olan sahə, rəng olaraq cədvələ nəzər yetirək, boz olan sahə burada yazılıb bilinməz deyil. Ağ olan sahə isə kursorun yerləridir. Yəni standart olaraq 2 və 3-ü qoyublar, ən çox istifadə olunduğu üçün sadəcə artırıb azalda da bilərsiniz. Break adlı əmrimiz var idi. Bunu insertin ən başında da keçmişdik. Araya səhifə salınmasıdır. Durursunuz, əgər sətrin əvvəlində sizsə vərəq başa, yəni həmin səhifənin əvvəlki səhifəsi yerini alır. Sətrin sonundasınızsa, səhifənin sonuna olaraq vərəq ayrılır. Line number adlı bir əmr var. Bu istifadə olunmur. Hər sətri belə deyək, əvvəldən nömrə düşür. Bu da bizim Word tərəfindən istifadə olunan bir məlumat deyil. Sözlərin bölünməsi. Azərbaycan dilisi güclü olanlar bilər. Bizdə o hecadan keçmək anlayışı var. Sözün doğru bölünməsi, hecanın doğru tərtibi, qaydalara əməl olunması falan kimi əmrlər yerləşdirib. Sadəcə biz bunları istifadə edə bilmirik. Niyə deyə sual versək, Word proqramımız işləyir ingilis dilində, çünki biz ondan istifadə edirik. Amma bizim yazdığımız sözlər ingilis əlifbasının hərfləri ilə, onların belə deyək, lüğətləri ilə hazırlanmış sözləri deyil. Bu səbəbdən gəlib bizdə doğru işləyə bilmir. Yəni siz onu doğru şəkildə böl əmri versəz belə biz həmin nəticəni ala bilmirik. Çünki bizim istifadə etdiyimiz sözlər Azərbaycan sözləridir. Word onu oxuya bilir lisenziyalı versiyada, lisenziyasız versiya olduğu üçün bu əmri istifadə edə bilmirsiniz. Amma nə olduğunu mütləq ki bilməlisiniz. Daha sonra sizə belə deyək, bir paragraf paneli gəlir. Paragraf demək səhifənin yazının başlayıb sonlandığı yerdir. Bir salam sözü yazırıq. Baxın, hal-hazırda sətrimiz buradan başlamalıdır. Tənzimləyək. Baxın, siz burada məlumatı artırdıqca vərəqin yazısının başlama paneli artır. Yazı yazısız, digər səhifəyə düşürsünüz. Yəni sətrin başlanğıc sahəsini təyin edən əmrinizdir. Eyni şəkildə də məlumatları silək. Eyni şəkildə də sağ tərəfdən həmin əmri verə bilirik. Baxın, biz buradan əmri artırdıqca bu işarəyə bir dənə diqqət yetirək. Baxın, bu butona biz sağ tərəfdən əmrini artırdıqca yazı gələcək, yazacaq, həmin yerə çatdıqdan sonra düşəcək aşağı. Çünki siz onun sahəsini məhdudlaşdırırsınız. Bunu nə üçün istifadə edirlər deyə sual versəz, yenə eyni qaydada. Əsasən sənədlərin çıxarılması çapı hallarında bu ölçülər istifadə olunur. Yəni qoymaqlarındakı səbəb məqsəd odur. Sətirlər arası məsafəni genişləndirib azaltmaq adlı bir əmrimiz var. Bir neçə söz yazaq. Yazdığımız sözlərə baxın. Sətirlərin arasındakı məsafəni böyüdə bilirik. Sətirlərin arasındakı məsafəni kiçildə bilirik. Sağ tərəfdəki paneli insertdən tanıyırsınız. Bunların hər birini keçən dərslərdə də izah etmişik. Burada qoyublar. Əgər ekranda hər hansısa bir şəkil işarə varsa, gəlin bir ekran şəkili qoyaq.
Word-ün logosunu qoyaq. Baxın, biz loqonu qoyduqdan sonra sağ tərəf işə düşdü. Demişdik, align şəkillərin, fiqurların istiqamətidir, rotate çevrilməsidir, position və şəklin vərəqin hansı sahəsinə yerləşəcəyidir. Wrap textdə həm şəkil, həm yazı varsa məlumatda hər ikisini eyni anda tənzimləmək üçündür. Davam edirik referens tabı ilə. Referens tabı lisenziyasız versiyalarda yaxşı işləmir. Bu da yəni bizim üçün çox da böyük problem deyil. Amma nə üçün belə deyək, yaradılıb deyə bir sual versəz, referensin yaradılmaq səbəbi daha çox kitab yaradıcılığıdır. Yəni sırf kitab yazmaq üçün böyük həcmli kitablar, sənədlər, jurnallar hazırlanması üçündür. Sizə sadəcə nəyə kömək edir? Sətirləri ünvanlayır. Aradakı belə deyək, bunu dərsdə də nümunə olaraq göstərmişdim. Ekranı biraz böyüdək. Demişdik, məsələn, bir fərz edək ki, tarix haqqında kitab yazılıbdır. Hər vərəqin sonunda həmin tarixdəki, belə deyək, məsələn, eşitmədiyiniz adamların adı olsun, eşitmədiyiniz sözlər, terminlər olsun, bunun üçün izahlar verilir. Eyni şəkildə həm baş tərəfdən, həm son tərəfdən edilə bilir. Yəni, referens tabında, belə deyim, bookmark falan yaradılmasıdır, daha doğrusu marker yaradılmasıdır. Baxın, bu əmrlərdir, üçü də yaradılmadır. Biz demişik, bizim ixtiyari olaraq belə bir şey yaratmağa hüququmuz çatmır. Yəni, bu tabda çox da məşğul olacağımız bir sahə yoxdur. Gəlirik ən birinci əmrə. Yazdığımız sahəni təmizlədik. Daha sonra sizi qarşılayır mailing tabı, yəni mailin istifadəsi tabı. Biz belə deyək, gələcək dərslərimizdə də öyrənəcəyik ki, Outlook adlı bizim bir tətbiqimiz var. Hansı ki, o da Microsoft şirkətinin öz məhsuludur. Onun vasitəsilə biz email ötürülməsini həyata keçirəcəyik. Word daxilində bunu istifadə etmirik. Əgər sizə emaillə hər hansısa bir sənədin yaradılması, yollanılması lazımdırsa, bunu necə istifadə edirik? Outlook-a girib oradan ötürməni və yaxud da sırf email, browser emailləri ilə ötürülməsini öyrənəcəyik. Word daxilində belə bir şey edə bilmirik. Nə deyə sual verə bilərsiniz? Normaldır. Edə bilmiriksə, niyə buna əlavə ediblər? Biz demişik, əgər bütün ötürülmə xidmətlərini əldə etmək istəyiriksə, bu halda bizə mütləqdir ki, lokal bağlanma lazımdır. Yəni, bütün kompüterlə bir-birinə bir Ethernet portu ilə əlaqədə olmalıdır, bir switch operatorla əlaqədə olmalıdır ki, bütün belə deyək, kompüterlər arasındakı şəbəkə mübadiləsi var, məlumat mübadiləsi, o aktivləşsin. Əks halda bizim ikinci köməkçimiz şəbəkədir, yəni sizin Wi-Fi adlandırdığınız. Bu halda Wi-Fi köməyinizə çatır və Microsoft şirkətinin belə deyək, yaratdığı tətbiqlər Word olsun, PowerPoint olsun, Excel olsun, fərqi yoxdur. Bunların hər biri bizim icazəmiz olmadan, şirkətin icazəsi olmadan öz-özünə brauzerlərlə, Wi-Fi ilə əlaqə yarada bilmir. Yəni bu səbəbdən siz burada məsələn start mail, hətta gəlin basaq, baxın, mail yazmaq istəyirəm əmrini basırıq. Sizə bir panel gəlir, amma daha sonra bizim burada yollamaq əmrimiz aktiv deyil. Ötürmə, geri qaytarma, təsdiqləmə kimi əmrlərimiz daha belə deyək, normal şəraitdə işləyə bilmir. Bu da bunların problemi deyil. Bunun tək səbəbi versiyalarımızın lisenziyalı olmamasıdır. Bu səbəbdən də proqramlar özləri öz daxilində internetə giriş icazəsi götürə bilmədiyi üçün biz bu tabı istədiyimiz kimi istifadə edə bilmirik. Necə istifadə edəcəyik? Gəlin belə deyək, qısa bir şəkildə baxaq. Baxın, fərz elə ki, sənədimizi yaratdıq, yaddaşa saldıq istədiyimiz bir ünvana. Outlook proqramına da baxaq. Kiçik bir hissəsinə. Baxın, Outlook proqramı gəlir. Mən basıram, yeni bir email yaratmaq istəyirəm əmrini. Baxın, bu şəkildə məlumat gəlir, kimə yollanılacağının ünvanı yazılır. Əgər siz sənəd yollamaq istəyirsinizsə, bu halda gəlirik biz. Sənəd əmrini götürürük. Baxın, buradan kompüterdən sənəd götürürəm əmrini aktivləşdiririk. Bizə hər zaman olduğu kimi Explorer gəlir və istədiyimiz bayaq Word-da yaratdığımız sənədi yaddaşdakı ünvanından götürüb yollamağını təmin edirik. Yəni bu səbəbdən Word-ün mailing
tabı çox da yaxşı istifadə edə bilmirik. Çünki bizim lisenziyamız yoxdur. Digər tablarla davam edəcəyik.